Hörmətli vitse-prezident Mehriban xanım Əliyeva. Mehriban xanım, bu video müraciətimlə sizi narahat etdiyimə görə mən sizdən öncədən üzr istəyirəm. Mehriban xanım, siz hər zaman incəsənət insanlarına dayaq olmuşsunuz. Hər zaman onların yanında olmuşsunuz. Mən məcbur qalıb sizə müraciət edirəm. Mehriban xanım, sizin dəstəyinizə, köməyinizə ehtiyacım var. Bir daha sizdən xahiş edirəm. Məni doğma teatrım Akademik Milli Dram Teatrına geri qaytarasınız. İnanıram ki, səsim sizə çatacaq. Öncədən bir daha sonsuz təşəkkürlərimi bildirirəm.